9-cu sinif 20-ci mövzu. Kondisioner. Kondisioner ingilis dilində conditioner mənzillərə, ofislərə, nəqliyyatda və digər yerlərdə optimal iqlim şəraitini saxlamaq üçün nəzərdə tutulmuş cihazdır. Optimal iqlim şəraitini. İstidə sərinliyi, soyuqda isə istini verir. Kondisioner iqlim cihazıdır. Kondisiyalaşdırılma nə deməkdir? Havanı mövcud mühiti üçün lazımi vəziyyətə gətirmək deməkdir. Yəni standarta uyğunlaşdırma. Kondisiyalaşdırma anlayışı müxtəlif funksiyaları əhatə edir. Havalandırma, optimal temperaturun saxlanılması, rütubətin aradan qaldırılması, havanın təmizlənməsi, havanın mənfi ion və oksigenlərlə doldurulması. Təyinatına görə kondisionerlər bölünür 3 növə. Məişət, yarım sənaye və sənaye. Kondisioner havanı kondisiyalaşdırılmaq üçün olan cihazdır. Ən çox istifadə olunan kondisioner split sistemdir. Split ingilis dilində bölmək deməkdir. Bölmək. Kondisioner havanı kondisiyalaşdırılma sistemi 2 hissədən ibarətdir. Xarici və daxili. Xarici kompressor və kondensatordur. Daxili isə buxarlandırıcıdır. Baxın, bu xaricidir, bu daxilidir. Bu otaqdan kənarda qalır, bu otağın daxilində olur. Bunun olduğu buxarlandırıcı. Xaricdə isə kompressor və kondensator olur. Kondensatorun kondisionerin xaricdə olanlar sərinləşdirici. Sərinləşdirici hər ikisində var. Sonra kondensator, kompressor. Zaten biz adında, xaricidə adında görmüşdük, kompressor, kondensator var idi. İdarəetmə lövhəsi, 4 yollu klapan, ştuserli birləşmə, freon sisteminin filtri, qoruyucu, tez çıxaran örtük. Bunlar oldu xarici hissələri. Kompressor nədir? Kompressor yüksəltmək, sığı yüksəltmək, qaz şəkilli maddələrin təzyiqini, yer dəyişməsini yüksəldən energetik qurğudur. Kondensator nə edir bəs? Buxarı sıxlaşdıran qurğudur. Gəldik. Kondisionerin daxili hissələri hansılardır? Daxili hissələr ön panel, göstərici panel, şaquli pərdələr, pərdə evdə olur. Görün ki, daxilində. Daxil arada şaquli pərdələr. Sərinləşdirici demişdim ki, sərinləşdirici hər ikisində var. Sonra kobud təmizləmə süzgəci, incə təmizləmə süzgəci, süzgəclər daxildədir. Üfüqi pərdələr, şaquli pərdələr. Bunlar daxildə və buxarlandırıcı. Zaten biz daxilinin adı elə onsuz da buxarlandırıcı idi. Buxarlandırıcı. Buxarlandırıcını bildik, 5-i bildik. Pərdələr evin içərisində olur. Üfüqi pərdələr, şaquli pərdələr. Panellər daxildədir. Ön panel, göstərici panel. Və süzgəclər. Süzgəc, İnci təmizləmə süzgəci, kobud təmizləmə süzgəci. Kondisionerin iş prinsipi necədir? Biz əlimizə hər hansı bir mayyəni tutaq. Hər hansı bir mayyə buxarlandığı zaman bizim bədənimizdə olan istilik odur. Əlimizə spirt, adekолon töksək, o buxarlanmağa başlayan zaman bizim əlimiz soyulacaq. Ne? Çünki əlimizdəki istini də aparır, ovucumuzda istini aparır. Bu kondisionerin əsas iş prinsipidir. İş prinsipidir. Kondisioner içərisində nə var? Xüsusi bir maddə var. Maddənin adı freondur. Biz bunu soyuducuda keçmişik 8-ci sinifdə. Bu neyinir? Hərəkət edən qapalı hermetik bir dövrədir. Freon bir yerdə buxarlandıqda istiliyi udur. Məsələn, otaqdan istiliyi udur yay vaxtı. Çölə isə kondensasiya edir bunu. Kondensasiya onda nə olacaq? İstiliyi buraxacaq. Buraxacaq istiliyi. Buraxacaq. Freonun hava ilə istilik mübadiləsi hava istilik dəyişdiriciləri vasitəsilə baş verir. Hava istilik dəyişdiriciləri vasitəsilə baş verir. Freonun hava ilə istilik mübadiləsi hava istilik dəyişdiriciləri vasitəsilə baş verir. Onlar mis boruları olan çarpaz, testləri düşür ki eninə yox, çarpaz, uzunluğuna yox, çarpaz. Nazik alüminium lövhələrlə təchiz edilmişdir. Bu
Bu daha sürətlə olsun deyə sərinləşdiricilərlə yel vurulur. Daha sürətlə görsəz bilin ki, sərinləşdiricilər, baxın, daha sürətlə sərinləşdiricilərlə yel vurulur. Freon nədir? Kimyəvi məhluldur. Prosesi gücləndirən, soyutma prosesini gücləndirən kimyəvi məhluldur. Kondensasiya isə suya çevrilmədir. Dedik ki, istilik dəyişdiricisində baş verən proseslər buxarlandırıcı və kondensator adlanır. Biri buxarlandırıcı, digəri kondensator adlanır. Kondisionerlərin işləmə prinsipinin daha qısa izahına baxsaq nədir? Kompresor, buxarlandırıcı, kondensator, dressirləşdirici qurğu neynirlər? Bunları 4 dənəsi dal-dalınca bağlanıb bir-birlərlə, borularla bir-birinə bağlanıb. Mis borularla bir-birinə bağlanıblar. Freon buradan keçir bura, buradan keçir bura, buradan keçir bura. Buxarı otaqdan istiliyi udur, aparır, neynir? Kompresordan, kondensatordan dressirləşdirmə prosesini keçirdir, buraxır çölə. Soyuğu, istiliyi udur, kondensat kimi, yəni suyu buraxır çölə və istiliyi, soyuğu ötürür evə. Freon neynir bu dövrədə? Freon maye halda qaz halına və əksinə keçməklə daim dövr edir. Otaqdan istiliyi qaz halından udur, aparır, çıxardır çölə, maye kimi buraxır. Və bu mayemiz nə adlanır? Kondensat. Kondensat yaranır. Kondensat nədir? Mayedir. Sonda alınan məhsuldur. Məhsul. Gəlin aşağı baxaq. Kondensat məhsuldur. Yəni, biz otaqdan olan istiliyi uddu, çölə aparan zaman maye kimi borudan arxa gedir. Baxın, bura freon boru vasitəsilə quruducu süzgəcə daxil olur və çirkdən, sudan təmizlənir. Kondisionerin kabeli bükülməməli, dartılmamalı, sıxılmamalıdır. Biz kondisioneri düzəldən zaman elektrik kabelini yandırmaq, söndürmək olmaz və havalandırma olan hissəyə barmaqlarımızın qarşısını tutmaq olmaz ora. Kabel nədir? Elektrik məftildir. Dressirləşdirici qurğu da ki, nizama salan qurğudur. Mayenin, qazın, buxarın təzyiqini işləməsini nizama salan qurğudur.